Hamıya salam, kanalıma xoş gəlmisiniz. Bugün sizlərlə bərabər həm buraxılış kitablarından qurtuluruq, həm buraxılış imtahanı haqqında danışacağıq. Gördüyünüz kimi burada da buraxılışın kitabları var. Onların hamısını götürəcəm buradan, ancaq blok kitabları qalacaq. Elə isə başlayaq. Deməli, təmizliyə başlamazdan əvvəl buraxılış imtahanı haqqında danışmaq istəyirəm. Yəqin ki, sosial şəbəkələrdən də görmüsünüz buraxılış imtahanı haqqındakı təəssüratları. Mən buraxılış imtahanını belə gözləmirdim. Düzdür, çətin olacağı deyilmişdi, amma bu imtahan çətin deyildi. Mən düşünürəm ki, bu çox vaxt aparan idi. Xüsusən də Azərbaycan dili. Azərbaycan dili işləməkdə digər fənlərə vaxt ayırmaq olmurdu. Şəxsən mən Azərbaycan dilinin mətnlərində, xüsusən də o Toxtamış Dərbənd mətni var idi. Orada çox çətinlik çəkdim. 2-3 dəfə oxudum, heç nə başa düşmürdüm mətndə. Və belə bir şeylər də var idi ki, məsələn burada 47-ci sualda baxın. Bizə həmişə bir dənə soruşulurdu, üslubi xüsusiyyətləri yazmaq bir cümləni. Burada isə 2 cümlə soruşulurdu. Mən həmişə bir cümlə yazdığıma görə burada heç ikinci cümləni görməmişəm deyə ikincini heç yazmamışdım. Yəni ona yəqin ki, mənə 2-də 1 bal verərlər. Sonra isə biri də vardı müddəa fakt sualları. Müddəa faktda isə bu dəfə 3 dənə fakt yazmaq bizdən tələb olunurdu, amma halbuki topludakı mətnlərdə həmişə 2 dənə fakt yazmaq tələb olunub bizdən. Amma orada gözümdən qaçmadı, onu yaza bildim. Qrammatikasına gəldikdə isə bəzi müəllimlər həqiqətən deyir ki, miq tipli idi və mövzu sınağı kimi idi. Bilirsiniz necə? Məsələn, bir dənə söz birləşmələrindən 6 dənə sual var idi, səhv eləmirəmsə. 10 dənə qrammatika sualında 6 dənə söz birləşməsi sualı var idi və belə bir mövzu sınağı kimi idi, imtahan kimi deyildi. Səhvlərimdən danışım. Azərbaycan dilindən 3 dənə qapalı səhvim var. Biri mətndədir, biri mətndədir qapalı səhvlərimdən, biri digər mətndə, publisistik mətndə, biri də qrammatikada. Qrammatikadakı səhvim o açıq, aşkar var idi. Orada səhv eləmişəm. Fonetikadan heç əmin deyildim. İngilis dilindən belə bir problem oldu ki, listeningi mən eşidə bilmədim və eyni otağa düşdüyüm abituriyentlərdən də soruşdum. Onlar da təsdiqlədilər ki, həqiqətən listeningin səsi eşidilmirdi, çünki çox zəif qoyulmuşdu. Mən sadəcə gecikdim nəzarətçiyə deməyə. Əgər ayın 15-i imtahan verirsinizsə, sabah imtahan verirsinizsə, çalışın, əgər listeningin səsi gəlmirsə, həmin an nəzarətçiyə bildirin. Mən imtahanın sonunda dedim və artıq gec idi. Amma siz çalışın ki, imtahan vaxtında əgər listeningdə nəsə eşitmirsinizsə, səsi zəif gəlirsə, həmin an bildirin nəzarətçiyə. Riyaziyyatdan suallar çox qəşəng düşmüşdü. Həqiqətən ilk 10 neçə sualı, 15 sualı mən 5 dəqiqə ərzində yazmışdım, amma yoxlamağa biraz daha çox vaxt getdi onları. Bilirsiniz necə, qapalılar və o kodlaşdırıla bilən açıqlar həqiqətən çox asan idi. Düşündüyümdən belə asan idi. Yəni mən daha çox çətinlə özümü gözləyirdim, hazırlaşdırırdım. Ona görə biraz təəccüblü oldu, amma orada mənim fikrimcə orta səviyyəli suallar yox idi. Ətraflılar da nisbətən çətin idi keçən illərə nisbətən. Amma ətraflıları yazmaq olardı. Yəni riyaziyyatı 30-30 yazmaq çox asan bir şey idi həmin imtahanda. Amma belə bir şey dediyim ki, Azərbaycan dili işləməkdən riyaziyyata mənim vaxtım olmadı deyə 22 dənə düzüm oldu riyaziyyatdan. Qalan 3 dənə ətraflını isə yarımçıq yazmışam. İnşallah onlara da nəsə bir bal verərlər. Belə, İngilis dilindən dedim, səhvlərimi deyəsən demədim. Səhvim heç olmadı İngilis dilindən, amma 3 dənə listeningin açıq suallarını heç eşidə bilmədiyimə görə yaza bilmədim. Digər 3 qapalı suallarını isə çıxdaş yolu ilə bitər yazdım və düz çıxdı. Həm də biz çoxumuz buraxılışa yaxşı hazırlaşmaq məqsədi ilə bloku biraz dayandırdıq. Bloku dayandırdığımıza görə də düşündük ki, buraxılışdan yaxşı yığarıq, amma buraxılışda bizə biraz tərs köşə elədilər. Bir vaxtda bloka yaxşı hazırlaşaq, hələ bir imtahanımız da var. Deməli, mən buradan kitablarımı yığıram. Listening, reading kitabları, Azərbaycan dili topluları, İngilis dili topluları. Hepsini götürək. Sabah imtahan verən bütün abituriyentlərə uğurlar arzu edirəm. İnşallah əməklərinizin, əziyyətlərinizin qarşısını alacaqsınız. Bunlar buraxılışında bu kimyalı qalsın. Buradan da Günlər Umudovanın qayda kitabı var. Sonra Hədəfin Azərbaycan dili kitabı. Sonra
İngilis dilindən lüğət. Və burada belə bir şeylər də var. Bunu bitirmişəm mən. Niyə buradadır? Hə, bunu bitirmişəm. Sonra bu riyaziyyat qaydadır, bu kimya. Bu İngilis dili qaydadır. İngilis dili və Azərbaycan dili qaydası. Bunları da qoyun bura. Dəftər İngilis dili, Azərbaycan dili dəftərləri idi, onları qoyuram bura. Bir də bu sınaq toplusunu götürmək istəyirəm. Çünki bu buraxılış tipli idi və bunu işləmişəm mən buraxılış dövründə. Bu qədər kitab dəftər oldu. İndi mən bitmiş qələmlərimi də yığmışdım. İstəyirəm ki, onları da sizə göstərim. Bunlar da buraxılışa hazırlaşarkən istifadə eləyib bitirdiyim qələmlər. Bundan bilirsiniz nə qədər bitirmişəm? Yəni nə qədər? Hələ də yığmağa davam eləyəcəm. Blokda da yığacam. Bu qədər. Qələmdən çox bitirmişəm, yəni sizlərdə də tuturdum. Sən baxın. Qısa bir kitab tövsiyəsi də eləmək istəyirəm. Başlayaq İngilis dilindən. Bunun kimlərə tövsiyə edirəm? Düzdür, artıq imtahan verib bitirmişik biz buraxılış imtahanını. Amma ola bilər ki, aranızda məzunlar və yaxud da gələnir 11-ci sinif olan insanlar da olsun. Deməli, İngilis dilindən Nərgiz Nəcəfin bu iki vəsaitini çox tövsiyə edirəm. Çünki çox qəşəng kitablardır. Mən bunları işləmişəm. Əgər birinci mövzu ilə tanış olmaq üçün bunu işləyib, sonra isə sınaq kimi 250 sınaq işləyə bilərsiniz. İngilis dilindən reading və listening üçün belə iki kitabım var idi. Güvənin listeningi və readingi mənim fikrimcə, mənə elə gəlir ki, toplumun mətnlərindən və dinləmələrindən qat-qat asandır. Amma Raqif Mərdanovun kitabları çox qəşəngdir. Həm sınaqları, həm də reading, listeningləri çox qəşəngdir. Sonra toplular heç. Bir də burada 20 sınaq var. 20 sınaqları da tövsiyə edirəm. Yəni, məncə imtahana hazırlaşan hər kəs DİM-in bütün vəsaitlərindən istifadə eləməlidir. Mən düzdür, tam bitirməsəm də bu 20 sınaqları bacardığım qədər işlədim. Sonra riyaziyyatda Nicat Baxışovun sınaqlar toplusu var, onu tövsiyə edirəm. Bir də toplular. Niyə burada riyaziyyatı azdır? Çünki mən bloka da hazırlaşıram riyaziyyatdan. Toplular və Yaqupovlar hələ məndə qalıb. Sonra Azərbaycan dilindən keçsək isə, Azərbaycan dilindən MV Akademinin belə kitabı var. Bu çox qəşəngdir. İçində həm mətnlər var, həm də qrammatika sınaqları var. Yəni tam imtahan tiplidir. Sonra bu 3 güvən kitabları var məndə. Bu güvən kitabları əslində yaxşıdır işləmək üçün, amma mən bunları tam işləmədim. Çünki mənim Azərbaycan dili müəllimim bizə güvən içindən seçmələri atırdı onsuz da. Sonra Azərbaycan dilindən topluları heç. Qayda kitabı olaraq nə tövsiyə edə bilərəm? Qayda kitabı İngilis dilindən Gülnarə Umudovanın kitabı çox qəşəngdir. İçərisində konspektlər şəklində verilir bütün dərslər. Yəni əlavə bir konspekt çıxarmağınıza ehtiyac yoxdur. Eyni ilə də Hədəfin Azərbaycan dili kitabı. Bu qədər. Uşaqlar, rəfimin belə tozlarını aldım hər bir polkasından. Kitablarımı götürdüm. İndi düzməyə başlayacağım. Qələm qutusunu göstərim. Burada kağızlarımı qoymuşam yenə həmişə kimi. Burada flamasterlər. Burada rəngli klips deyirlər deyəsən buna. Onlardan qoymuşam. Burada metal olan. Burada da steplerin şeyi. Burada da qələmlərimi, karandaşlarımı qoydum. Məndə belə bir soğurma qabı var idi. Onun içərisinə bunlardan qoydum. Skripkalardan. Bunu özümlə daşımaq üçün belə hazırladım balaca kiçik. Sizə belə bir şey göstərmək istəyirəm. Bu deməli riyaziyyat toplusu deyil. Bunun içərisində eləyə bilmədiyim sualların kənarına belə yapışdırıram. Məsələn, bu sualı eləyə bilməmişəmsə, gələn səfər təkrar edəndə bütün mövzunu təkrar eləməyə ehtiyac qalmır da. Baxın belə bir şey. Məsələn, bunu eləyə bilməmişdimsə, buna qoymuşam. Bunu eləyə bilməmişdimsə, buna yapışdırmışam. Belə. Yəni təkrarda çox faydalı olur. Buradan belə. Deməli, son güncəlləməm. Burada fizika qayda dəftəri deyil, konspektləri bir qovluğa yığmışam. Burada da kimyadan eyni ilə. Sonra burada dəftərlərimi qoydum. Burada qələmlərimi, kağız, belə xırda ofis məlumatları. Sonra burada serokopiya etdiyim testlər var. Bir də keçən illərin sınaqları da onları çıxartdırmışam. Onlardan istifadə edəcəm inşallah. Və burada əsasən dəftərləri qoymuşam, qayda kitablarını qoymuşam. Burada nə oldu? Burada isə ancaq testlər, fizika, kimya və riyaziyyat. Bu qədər. Son halını belə göstərim sizə. Belə.